Hər vaxtınız xeyir olsun, dəyərli müştərilərimiz, xoş gördük hər kəsi. Like'larınızı qoyun, komentariyalarınızı, ürək sözlərinizi yazın. Allah hər birimizə belə gözəl villada yaşamağı nəsib eləsin. Hal-hazırda Mərdəkandayıq, daimi yaşaya biləcəyimiz Mərdəkanın mərkəzindəyik. 14 sotun içində sizlər üçün möhtəşəm bir ev təqdim edirəm. Geniş girişi, burada 10 maşınlıq parkovkası, hətta bundan bitmir. Garajı da var. Açığı yalan deyim. Bayaq getdim, baxdım. Bir dənə də qısa video çəkdik. Özümün paxıllığım tutdu maşınlara. Maşınlar üçün bir dənə şəraiti yaradıblar. Gəlin gözünüzlə görün. Mənim də maşınım burada dayanıb. Ağıllı da bu maşallah, qapısı da açılır yanına gələn kimi. Hə, başlayırıq videomuza. Gəlin bu möhtəşəmliyi görün. Gəl, gəl. Görün, dediyim qədərdir ya, yox. Ümumilikdə 14 sotdur. 12 sot bu tərəfidir. Tam sənədli qupçalı, 750 kvadrat metr sahəsi var bayırdan tam. Bəli, düzgün eşitdiniz, 750 kvadrat. Gəl buradan başlayaq. Evin hovuzunu göstərək. 12 metr uzunluğunda, 6 metr enində, 1.60 dərinliyində möhtəşəm bir hovuz. Hovuzun yan tərəfində, burada terası yay aylarında rahatlıqla əyləşə bilərsiniz. Bu da kifayət eləməsə, burada da 50 kvadratlıq geniş bir söhbətgahı. Bu evdə həm dövlət suyu var, həm quyu var, 92 metr dərinliyində Dədəbaba quyusu var, 20 tonluq su anbarı var, burada da sanitar qovşağı var. Ustamız burada yüngülvari işlər görür, yekunlaşmış işlərdir, xırda detalları qalıb, onları yekunlaşdırırıq. Ev tam monolit tikilidir, bilirsiniz də, karkas monolit yığılıb, ondan sonra ara kəsmələr olunub, bilməyənlər üçün deyirəm, şəkilləri, videoları var. Gəlib gözünüzlə görə bilərsiniz. Evin arxa tərəfində göstərim sizlərə. Bəzi müştərilərimiz sual verirlər ki, evlər nə qədər məsafəsi var divarla. Gəlin onu göstərim sizlər üçün. Bu qarajı deyirəm ha. Baxın, evin arxa tərəfi. 4 dənə balkon çıxardıblar. İkisi aşağıda, ikisi yuxarıda. Arxa tərəfdə bir 4 metrdən çox məsafə var. Gəlin indi gedək qarajına. Allah hamıya belə evdə yaşamağı nəsib eləsin. Amin ay Allah, amin. Möhtəşəmdir, sözün əsl mənasında möhtəşəmdir. Evin içərisi də möhtəşəmdir. Bilirsiniz, indi mən çox evlərdə gəzirəm. Hər ev məni bu qədər təəccübləndirmir və mənə o qədər xoş gəlmir. Görürsünüz, bax burada trapları da nəzərə alınıb. Buradan evə daxil oluruq. İşıqlarını yandırın. Buradan evə daxil oluruq. Hə, oradan söndürmüşük. Bu görüm, hardan sönüb, yanıb. Hə, yandırdan indi. Qaraja baxın. Suyu çəkilib qarajda. Burada maşınınızı saxlaya bilərsiniz. Burada hətta yeni maşınlar üçün nəzərə alınıb toku 220 volt verilib. Burada nədir? Babada girməmişdim. Çamaşırxana. Bax. Allah. Maşınlara paxıllığım tutdu. Kombiləri də var. Bax, soyuq olsa hər tərəfdə kombilər qoyulub. Burada da bir tərəfi, burada sizə göstərirəm evin kotelmesini. Boiler sistemi ilə yığılıb, 2 dənə kombi var. Hər mərtəbənin öz kombisi var. Bir dənə də kombi bayırdadır. Besitqan yanında. Burada da sanitar qovşağı. İndi gedək evin içinə, hə? Gəlin. Evin qarşısına gördüyünüz kimi 7 daşla qalxdıq. Təbii ki, padvalını da gördünüz. İndi bilirsiniz də nə qədər orada kolonları falan gördünüz.
Ev sahibinə deyirəm ki, neçə kalon var. Deyir, vallahi özüm də bilmirəm. Ev bütün kalonla tikilib. Bəlkə bir 20-dən çox kalonu var evin. Mənim ən sevdiyim yer. Mangalı. Burada çıxmaq olur. İndi evin içindən gedək göstərim sizlərə. Başladıq. Daxil olduq evin içərisinə. Burada gördüyünüz kimi geniş bir, böyük bir dolabı var. Burada ünlü sanitar qovşağı var. Ay maşallah. Necə ürək açan evdir. Bunu gəlib gözünüzlə görməlisiniz. Möhtəşəm bir evdir. Kamini də yandırıq. Bu yanır görək. Neyse başım çıxmır. Başın çıxmırsa, neyinirsən? Sən kamin lazımdır. Evi satda. Gəldik mətbəxinə. Süper bir dənə mətbəxi var. Buradan da bayaq garaja giriş tərəfi var idi. Gəl göstərək, detallı olsun. O izləyicilərimiz var. Məsəl üçün ev satdığım insanlar var. Deyir Rüfət, videoya 18-20 dəfə baxmışıq. Evi tam detallı göstərsən. Bax buradan da görürsən, garaja düşmək yeri. Hamısını görsünlər tam ətraflı. Gələndə beylə gəlsinlər ki, baxmışıq, evə ehtiyac yoxdur baxmağa. Gəl, burada bir dənə yataq otağı var. O qədər böyükdür ki. Yoruldum Bir dənə bu yataq otağını ev sahibi boş saxlayıb. Hər kim alacaqsa, inşallah onun zövqünə görə buradan da bayra çıxışı var. Əladır, əla maşallah. Pilləkənin altını düzgün dəyərləndiriblər. Yəni bu boşluğu düzgün istifadə ediblər. Bax, bura belə şkafları yığıblar. Qəşəng. Mən bu lüstru göstərmək istəyirəm. Ay maşallah. Maşallah, maşallah. Nə qoydadır bu? Çox qəşəng. Burada fərqli bir tavan sistemi var. Birinci mərtəbədə 3.60'dır. İkinci mərtəbəyə qalxanda bu hissəni təbii ki saymıram. Bu hissə 4.50'dir. Çox gözəldir. Gəlin indi burada yataq otaqları ilə tanış olaq. Ev tam isti döşəməlidir. Qaz, su, işıq hamısı var. Sənədləri, evində kupçası var, ipotekaya da yararlıdır. Bu birinci yataq otağı, 22 kvadratlıq yataq otağıdır və özünün eyvanı. Əla. Gəl davam eləyək. Rəng tonları bilmirəm videoda nə qədər düşür, amma gözəl rəng tonlarından istifadə ediblər. Burada ikinci yataq otağı, yenə də özünün eyvanı var. Orada ümumi sanitar qovşağı, qəşəng, maraqlı. Burada yenə də bir dənə dolab qoyublar ikinci mərtəbədə və bir yataq otağı. Maşallah, bu nə boydadır. Bunun həm sanitar qovşağı var, həm dolabı. Bax, bu dolabıdır. Əla. Burada da, bunun da yenə də, maşallah, bütün yataq otaqlarının balkonu var. Burada balkonu, burada da sanitar qovşağı. Bax, hər gün səhər burada oyanırsan, bu yaşıllıqda. Yaşıllıq gözünün. Əla. Süper, süper. Çox hoşuma gəldi. Allah hamıya nəsib eləsin. Allah mənə də nəsib eləsin. Ya Allah. Burada da gəldik sonuncu. Ümumilikdə evdə 5 yataq otağı var. Burada qardırobu var və yenə də bu yataq otağının balkonu. Mən axırda bu pərdələri bir gün qıracam. Gedək sağollaşaq. Gəl, sağollaşmağa bir dənə qəşəng yer tapmışım. Gəl bura. İndi o videoya baxıb deyənlər var. Ya qardaş, bunun qiymətini də də. Bilirsiniz də, mən hər zaman qiymətini deyirəm. Like qoyanlar üçün gəlsin. Kanalımıza abunə olmamışsa, zəhmət olmasa kanalımıza abunə olun.
Aktiv olaq biraz. 1 milyon 190 bin manat bu evin dəyəridir. Təbii ki, start qiymətli, real nağdı beylə gəlin. İnşallah ki, razılaşarıq. Allah hər biri bizə ruzu bərəkət versin, can sağlığı versin. Özünüzdən müğayət olun. Hələlik.